Salam əziz və dəyərli müştərilər, sizləri salamlayıram Kars Ailəvi restoranından. Bugün Kars Ailəvi restoranının bir-birindən güzel interyerini və qiyamlarını təqdim edəcəm. Girişdə sizi gözəl smavarlarımız qarşılayır. Hamısı, yəni bizim çayların hamısı smavar çaydır. Şakalaklı kavurumuz da yanır, istediyi yəni zakaza hazır vəziyyətdədir. Burada bir-birindən gözəl körpə, sümüksüz şapalaqlar pişir. Bəh. Yəni görürsünüz də, yəni necə, yəni. Ətin siverciliyi, təmizliyi, yəni telefondan belə seçilir. Keçək qazan yeməklərimizdə. Vişnəli can ətimiz var belə. Siverci vişnəylə. Göbələkli can əti, qaymaqla da vermək olar. Xoruzun dar dokumenti, turşu, qoz, üstünə qlazok yumurta. Şirəli dana, siverci alçayla. Damaşın duşonka, təmiz baş əti ilə pişir. Burada da gözəl çolpa sırıtması var, soğança pomidorda. Keçək bir-birindən gözəl kebablarımızı təqdim eləyək sizə. Toyuq kebabı, quyruq kebabı, yabluska, antrikot, tikə, qutab, bastırması, xan kebabı, ürəyi, böyrəyi, dar dokumenti və quzu ciyəri. Aşağı, yuxarı, bar, həyət, hər yerimiz qarpızdır, siverci qarpız. Birbaşa Sabirabaddan gəlir. Ünvan Lökbatanda yerləşən Kars Ailəvi restoranının Nizami küçəsi 112 Botda Veyzə konum mövcuddur. Siz də gəlib bu gözəl qiyamlardan yararlana bilərsiniz. Buyurun gəlin.